Assalamu alaikum. Aleykümselam. Üşümürsən? Yok. Get məscidə get. Assalamu alaikum ve rahmetullahi ve barakatuhu. 2026-cı il yanvar ayının 14-üdür bugün. Fəcr vaxtıdır. Fəcrə gedirəm, məscidin yanındayım. Baxın, bu gördüyünüz məscid, elhamdülillah, Gürcüstanın şərqində yerləşir. Allah həmd olsun, hardasa 30 ilə yaxındır. Gürcüstanda xüsusilə, Qafqazda umumilə dəvətlə məşğuluq. Allah həmd olsun, Allahın lütfünə həmd olsun. Baxın, bu yaşadığımız kəndin əhalisi həm rayona bitişikdir, həm də əhalisi 16 mindir. Bu 16 min əhali olan kənd Sovetlər vaxtında dinindən çox pis şəkildə uzaqlaşdırılmışdı. İnsanlar ya ateistliyə və yaxud da xurafi inanclara sövq olunmuşdur. Elhamdülillah 20 ilin ərzində bizim bu möhtəşəm kəndimizdə demək olar 16 min əhalinin hamısı elhamdülillah müsəlman oldu və tövhid əhli oldu. Bu fəcr namazıdır qardaşlar. Birazdan baxın bu qara, bu borana baxmayaraq məscidin ibadət əhli ilə dolduğunu görəcəksiniz. Məhz bu məscidin səbəbi ilə, Allah Azze və Cəllənin lütfu ilə, bu məscidin səbəbi ilə kəndimiz və Gürcüstanın bir çox bölgələri hidayət tapdı. Doğru yol tapdı. Minlərlə gənclərimiz, minlərlə, bəlkə də 10 minlərlə desəm, Gürcüstanda xüsusilə elhamdülillah pis vərdişlərdən, narkotikdən, küfürdən, şirkdən, radikalizmdən uzaqlaşdılar və hidayəti tapdılar. Bizə bu gözəl məscidi bəxş eləyən uca Allaha həmd olsun, sənalar olsun. Allah bu nemətini bizlərdən əsirgəməsin. Elhamdülillah. Selamun aleykum. Nə tərsən? Üşümürsən ki? Yok şey. Maşallah, maşallah.